Məni olduğum kimi qəbul elə, mən beləyəm. Bax, bu məsələlər var da. Bəs bir insanı olduğu kimi necə qəbul eləyəsən? Olduğu kimi qəbul olunmalıdır məncə. Bir insanı dəyişdirməyə çalışmaq, yəni onun kökündən dəyişdirməyə çalışmaq, yəni özünə uyğunlaşdırmaq. Sən istəyərsən səni olduğun kimi qəbul eləsinlər. Mən istəyirəm olduğum kimi qəbul eləsinlər, amma törpülənməli yerlər də var məsələn. Tamam, bəs sən özünü qəbul eləyirsən olduğun kimi. Xeyr. Bəs onda sən necə qəbul eləsinlər Çünki olduğun olduğum kimi kimi? qəbul eləməmək zorundayam. Çünki ətraf məni olduğum kimi qəbul eləmir. Amma sən birinci özündən başlamalısan, onunla razı deyilsən ki. Özümü olduğum kimi qəbul edirəm. Deyərdim ki, özümüzü tam olaraq qəbul etmirik. Zəhmət olsun mikrofonu biraz yaxın tutdan olar. İki tərəfliyəm Yaxşı məsələn, deyirsən. belə deyim də. İki tərəfliyəm, necə deyim? Yəni məsələn danışıb gülməyi xoşlayıram, ürəyim gedir danışıb gülmək üçün. Səhərə kimi danışıb gülmək istəyirəm. Amma tək qalanda özümə əylənə bilmirəm. Televiziyanın özündən, ya nə bilim, bu podkast çəkən o qədər öz fəaliyyətinə məşğul olan insanlar var ki da, kamera önündə fobiyasından tutmuş hər şeydə. Baxırsan ki, özünü bəyənməyənlər daha çoxdur. Amma qıraqdan göz baxanda, yəni ki, belə deyim, izləyici gözü ilə baxanda görürsən ki, hər şey də normaldır. Necə ki, sən misal üçün TikTokda baxmırsan podkastlara və ya Instagramda, o sənə normal gəlir də. Amma onların ərsəyə gəlməsində nə qədər əziyyət var məsəl üçün. Nəyə görə? Çünki kamera fobiyası var. Adamlar çəkirlər, ay yox, buradan yaxşı, acı bizim özümüzdə də. Nə qədər də desək, misal üçün, yox, yaxşı alınır, edir, amma nə qədər əlləşirik, çəkilişdən əvvəl 1 saat, yarım saat elə qurdalanırıq ki, təki yaxşı alınsın, təki. Bunlar hamısı bir növ, deyərdim ki, özümüzü tam olaraq qəbul etmirik. Baş izləyici gözündən tam olaraq yaxşı görmürük. Misal üçün, mən nəsə çəkirəm video filan, Məhəmməd deyir ki, saat yaxşıdır da. Deyirəm, Məhəmməd, yaxşı deyil axı. Məhəmməd deyir ki, saat yaxşıdır. İndi bir məsələ çıxırdı ortaya, Məhəmməd yalan danışır, yox. Əslində Məhəmməd izləyici gözü ilə baxır. Eyni şeyi mən də Məhəmmədə deyirəm, deyirəm Məhəmməd, çox yaxşı danışırsan burada. Əla izahın verirsən, podaj əla, danışıq, diksiya əla, amma Məhəmməd deyir ki, yox, olmaz, bu nədir? İnsan özünə şey gözündən, izləyici gözünə baxmır axı, öz gözü ilə baxır, deyir pis çıxmışam burada və ya pis danışıram. Amma baxmalıdır axı iş orasında. Biz baxmalıyıq məncə. Onun səbəbi deyim də nə? Əslində buna səbəb bizdə ideallaşdırılma kompleksi var cəmiyyət olaraq. Yəni məsələ sadəcə kamera qabağında durmaq deyil. Adi çölə bayıracaq kimisə duyğusunu bildirməsi, ürəkdən gülməsi və ya ürəkdən ağlaması, hisslərini ifadə etməsi ayıb və şey kimi bilinir. Yəni məsəl üçün qadın möhkəm ürəkdən gülürsə başqa cür yanaşılır, kişi eyni qaydada. Çünki ən primitiv bir şey. Bir dəfə bir şeydə oxumuşdum, bir kitabda idi, fantastik ədəbiyyatlardan idi. Bilmirəm, bəlkə də tarixdə də hardasa elə bir qəbilə də var. İnsanlar cəmiyyət içərisində öz ailələrinin yanında yemək yeməyə utanırlar və gəlirlər meşəlikdə, mağarada yeyirlər. Hə. Yəni tək olan zaman yeməyi yeyib çıxırlar. Yəni öz təbii ehtiyacından utanıb sıxılırlar. Və hər şey də ondan başlayır. Bizim cəmiyyətdə də o var. Çöldə bu arada məsəl üçün ya restoranda olsun, ya əlbəttə